Salam əziz şagirdlər, bugün bərabərsizliklər mövzusunun birinci bölməsinin suallarına ətraflı şəkildə baxırıq. Birinci bölmə ədədi bərabərsizliklər və onların əsas xassələridir. Elə başlayaq birinci sualdan. Verilib bizə 5 kiçik bərabərdir x, kiçik bərabərdir 7, 3 kiçik bərabərdir y, kiçik bərabərdir 6. X və y hasilinin daxil olduğu aralığı tapın. Bizdən x, y hasilini istəyir. Əvvəlcə yadda saxlayaq ki, bərabərsizlik verilərsə, ikiqat bərabərsizlikdə biz bilirik ki, yəni x və y qiymətlərini alt-alta olduğu kimi vura bilərik. Və belə yazaram. Təbii ki, bu işarələr eyni olarsa, x, y vurdum bir-birinə alt-alta. İşarələr olduğu kimi qalır. Hər iki tərəfdə 5-i 3-ə vururam. Yəni bu 5-i bu 3-ə vururam. Eləyəcək 15 yerini dəyişmədən olduğu kimi yazıram. 7-ni 6-ya vururam. Eləyəcək 42. Deməli, x, y 15 və 42 aralığında yerləşir. Cavab olur Y variantı. Gəldik ikinci suala. Bu oldu birinci sual. İkinci sualda nə istəyir? A kiçikdir 0, B də kiçik 0 olarsa ifadələrin hansının qiyməti ən böyük olar? A kiçik 0 yazırım, yəni A da mənfidir, B də mənfidir. Baxaq birinci variantlara. Görək hansının qiymətini bizdən ən böyük istəyir. Tutaq ki, məsələn, A da mənfidir, B də mənfidir. 2 dənə mənfi ədəddir. 2 mənfi ədədin bilirəm ki, hasili həmişə mənə müsbət verir. Deməli, B-də surəti müsbətdir. B-nin özü isə mənfidir. Mənfi bir ədəddən, məsələn, istənilən bir ədəd yazıram, mənfi 7, çıx 5. Necə mənfi 12? Yəni, məxrəc həmişə mənfidir onda. Belə çıxır ki, B-də müsbəti mənfiyə böləndə cavab eləyir mənfi. Bu ifadənin ümumi qiyməti olur mənfi, yəni kiçikdir 0. Gəldik, məsələn, C-yə. A ilə B-ni cəmi verib. 2 mənfi ədədin cəmi istənilən, məsələn, belə onda nümunə qoyun. Əgər qayda kimi yadda qalmırsa, məsələn, mənfi 3 üzərinə gəlsin, mənfi 2. Eləyir mənfi 5. Hər zaman görürəm ki, mənfidir. 5 çıxılsın B. Bunu da yoxlayaq. Məsələn, 5 çıxılsın B-nin yerinə neçə qoyaram? Tutaq ki, mənfi nəsə qoyaq. Mənfi 3 qoyum. 2 dənə mənfi müsbət eləyirək. 5 üstə gəlir 3. O da eləyir 8. Deməli, məxrəc müsbət qiymət alır. Məxrəc müsbətdir. Mənfini müsbətə böləndə qiymət yenə də kiçik 0, yəni mənfi qiymət alır. C bəndində də bizdən ən böyük istəyir. Davam edirəm. Məsələn, D bəndinə baxaq. AB deyir yenə. A-nı B-yə vuranda, yenə mənfini mənfiyə vuranda biz bilirik ki, müsbət elədi. Müsbətin üzərinə hansısa bir müsbət bir ədəd əlavə eləyəndə yenə ümumi cavab müsbət eləyir. Yuxarıda da A-mız bilirəm ki, mənfidir. Axı, mənfi 3 məsələn. Mənfi 3 çıx 3 eləyir mənfi 6. Yəni, surətim olur mənfi. Mənfini də müsbətə böləndə nisbət yenə də mənfi eləyir. Kiçikdir 0 olur. Eyni qaydada istəyirəm A-ya da baxaq. AB-miz mənfilər mənfiyə müsbət eləyir. Sonra müsbətin üzərinə müsbət gəlini müsbət elədi. 5 çıxılsın A deyir. Bunu qıraqda hesablayaq. 5 çıx. A-nın yerinə nə yazaram? Tutaq ki, mənfi 2. Axı, hamısı bilirəm A da B də mənfidir. 2 də mənfi olur. Toplama 5 də gəlir ki, bərabərdir 7. Yenə də müsbət elədi. Müsbəti müsbətə böləndə cavab müsbət eləyir. Böyük 0 elədi. Y bəndində yoxlayaq. Buradan kənar şeyləri silim. Deməli, bir dənə tapmışıq ki, hələ ki, hamısını mənfi tapdıq. Bir dənə Y bəndini yoxlamamışıq, onu da tapaq. Bir də A-nı müsbət tapdıq. B-yə mənfi nəsə qoyaq. Tutaq ki, mənfi 3 çıx 9. Yenə surət mənfi elədi. 9 çıx mənfi tutaq ki, 2. 2 dənə mənfi toplama eləyir. 9 üstə gəlir ki, yenə müsbət eləyəcək. Məxrəcim oldu müsbət. Mənfini müsbətə böləndə cavab yenə də mənfi elədi. Kiçikdir 0 yazıram. Bizdən nə istəyir? İfadənin hansının qiyməti ən böyük istəyir? Təbii ki, hamısı mənfidir. Bir dənəsi müsbətdir. Ən böyüyü müsbət olar. Cavab olur A variantı. Keçək üçüncü suala. İfadənin hansının qiyməti ən kiçikdir? Demək olar, eyni tip sualdır. Bu dəfə ən kiçik istəyir bizdən. Yenə də baxıram. A-ya verib böyük 0, B-yə verib kiçikdir 0. Yenə elə belə özümüzdən rəqəm qoyaq şərt olaraq. A-ya məsələn müsbət 4 yazaq, B-yə mənfi 2 yazaq. Yerinə qoysaq A, B hasilidir. Mənfi müsbətə vuranda təbii ki, mənfi edir. Sonra 5 çıxılsın B deyir. Yoxlayaq 5 çıxılsın. B-nin yerinə mənfi 2 qoymuşduq. Axı 5 üstə gəlir ki, müsbət edir. Mənfini müsbətə böləndə təbii ki, olacaq mənfi kiçik 0. Yenə mənfini müsbətə vuranda elədi mənfi.
Sonra məxrəcdə də B çıxı 3 deyir. Mənfi 2-dən çıxaram 3-ü. Təbii ki, mənfi 5 eləyirsə mənfi yazıram. Mənfini mənfiyə böləndə işarə müsbət olur. Böyük 0 qaldı. Gəldik C bəndinə. A çıxılsın B deyir. A-nın yerinə müsbət demişdik. Məsələn 4. Çıx B-nin yerinə mənfi 2 demişdik. 2 dənə mənfi toplama eləyir. 4 üstə gəlir ki 6 eləyir, müsbət olur. Bu belə. Sonra surət müsbətdir, yəni bunu yazaq. Bir də 1 çıxılsın B-nin yerinə mənfi 2 demişik. 2 dənə mənfi yenə də müsbət oldu. Müsbəti müsbətə böləndə təbii ki müsbət eləyir. D bəndində 5 çıxılsın B. Baxaq görək 5-in yenə B-nin yerinə mənfi 2 qoymalıyam. 5 çıx mənfi 2 bərabər toplama olur, müsbət olur. 5 üstə gəlir ki 7 müsbət elədi. A üstə gəlir 3, A-mız müsbətin üstünə olsa müsbət gələndə hər zaman qiymət müsbət eləyir. Həmçinin nümunəni də yoxlaya bilərsiniz. Yenə də müsbət elədi cavab. A üstə gəlir 7. Yenə 4 üstə gəlir 7 müsbət elədi. 4 çıx B-nin yerinə də mənfi 2 yazmışdıq. 2 dənə mənfi yenə toplama elədi, müsbət oldu. Müsbəti müsbətə böləndə böyüdür 0 elədi. Hamısı müsbətlər, bir dənə A bəndində mənfidir. Bizdən də ifadələrin hansının qiyməti ən kiçiyi istəyir. Ən kiçik olacaq A variantı. Gəldik. Çünki nəyə görə onu da izah edeyim? Mənfilər və müsbətlər ədəd oxunda biz bilirik ki, mənfilər sol tərəfdə yerləşir. Mənfi 1, mənfi 2, mənfi 3. Müsbətlər sağ tərəfdə yerləşir. Aydın məsələdir ki, sağ tərəfdə yerləşənlər həmişə sol tərəfdəkindən böyük olur. Müsbət ədədlər hər zaman mənfi ədədlərdən böyükdür. Bizdən ən kiçik istədiyi üçün mənfini götürdük. Gəldik 4-cü suala. 4-cü sualda belə verilib. 2 kiçikdir A, kiçikdir 5 olarsa, 0 kiçikdir B, kiçikdir 3 olduqda 2B bölünsün A ifadəsini qiymətləndirin. Bu tip misallarda uşaqların səhv elədiyi məqamlardan biri də 2B-ni tapandan sonra birbaşa A-ya bölməkdir. Bərabərsizliklərdə vurmanı olduğu kimi vura bilir, amma bölməməlini birbaşa bölməyimiz xətalıdır. Yəni nə edə bilərəm? Bu bölməməlini mən vurmaya çevirməliyim. Yazmalıyım 2B vurulsun, 1 bölünsün A kimi. Vurma ilə əvəzlədik. Bərabərdir. İndi nə etməliyəm? Addım-addım əvvəlcə 2B-ni tapmalıyam, sonra 1 böl A-nı tapmalıyam. Başlayaq birinci 2B-ni tapaq. 2B-ni tapmaq üçün B verilən B-nin hər tərəfini 2-yə vurmalıyam. Olacaq 0 kiçikdir. 2-ni B-yə vurdum 2B, kiçikdir. 2-ni 3-ə vurdum 6. 1 böl A-nı tapaq. Birinci verilən hər tərəfini 1-ə bölüm gərək. Olacaq onda nə? 1 bölünsün 2, 1 bölünsün 5. Ədəd 1-i hansısa bir ədədə bölündə işarə dəyişir. Çünki ədədin tərsini tapmış olduqsa işarə mütləq dəyişməlidir. Və bu iki bərabərsi indi vurmalıyıq bir-birinə. Amma baxıram işarələr düz deyil, eyni deyil, bərabər deyil. Ona görə işarələri eyniləşdirmək üçün tapdığım bu ikinci qiyməti 5-də 1 ilə 2-də 1-in yerini dəyişsəm, işarəni də əksinə dəyişmə ixtiyarım var. Dəyişdik. İndi alınan son nəticələri vura bilərəm rahatlıqla. 0 kiçikdir, 2B kiçikdir, 6 yazıram. 1 böl A kiçikdir, 2-də 1, kiçikdir, 5-də 1 yazıram. Alt-alta vururam. Deməli 2B vurulsun, 1 böl A. 6-nı 2-də 1-ə vuranda 3 eləyəcək, 0-ı 5-də 1-ə vuranda 0 eləyəcək. Demək ki, bizim aldığımız qiymət 0 və 3 aralığındadır. O da hansı variantda verilib? A bəndində. Doğru cavab olur A variantı. Növbəti suala baxaq. 5-ci sualda deyir ki, hansı təklif doğru deyil? A çıxılsın, B böyüdür 0 olarsa, A böyükdür, B olar deyir. Baxaq görək doğrudur yoxsa yanlışdır. Bunu tapmaq üçün B-ni əks tərəfə keçirərik. A böyükdür, B əks tərəfə keçəndə işarəsi müsbət olur. Çünki mənfi də əks tərəfə keçəndə işarəsi müsbət olur. Olur A böyükdür, B həqiqətən də ödəyir. Və yaxud bunu yoxlamaq üçün bu formada da eləyə bilərik. Hər tərəfin üzərinə bərabərsin sağına soluna müsbət B əlavə edərəm ki, buradan B-lər gedər və burada A qalır, böyükdür, 0-ın üzərinə gəlsəm olduğu kimi B qalır. Həqiqətən də yenə də A böyükdür, B ifadəsi doğrudur. Bizdən doğru olmayan istəyir. B-də nə istəyir? A müsbətdir, C mənfidir. Deyir ki, bərabərsi doğrudur, səhvdir. Baxaq, A müsbətdir, C-də A müsbət demir, deyir A B-dən böyükdür. Aha. Deməli A ilə B-ni bilirik ki, böyükdürlər bir-birindən. C isə mənfidir. Onda belə çıxır ki, bərabərsinin hər iki tərəfini mənfi bir C ədədinə bölüblər. Mütləq ki, işarənin əksinə dəyişməlidirlər. A ilə B arasında böyük işarəsi varsa əksinə dəyişib kiçik də olmalıydı. Belə bəndi yanlışdır. Gəldik 6-ya. Hansı təklif doğru deyil? Başlayıram A bəndindən. A bərabərdir B isə deməli, A ilə B bərabərdir. Sağına da soluna da hər hansısa bir C ədədi əlavə edilibsə, bəli, bərabərliyi dəyişmir.
Yenə də və yaxud mənfi C ədədi əlavə olunub və yaxud hər tərəfdən hansısa bir C ədədi çıxılıb, belə də deyə bilərik. Yenə də bərabərlik dəyişmir, doğrudur. Bizdən səhv istəyir. Yenə də A bərabərdir B olarsa, B də C olarsa, axırda deyir A C-yə bərabər. Düzdür, çünki A B-yə bərabərdirsə, biz B də C-yə bərabərdir. Axı B-nin yerini əvəz edib, B-nin yerinə C yazsam, elə A bərabərdir C alınır. Bu da doğrudur. A böyüdür B olarsa, B böyüdür C olarsa, A da böyüdür C-dən. A-mız deyir böyükdür B-dən. B-nin özü də böyükdür C-dən. Demək ki, A da C-dən böyümüş. Bəli, doğrudur. D-də A böyükdür B olarsa, C sıfırdan fərqlidir. Sıfırdan fərqli istənilən ədədi A ilə B bərabərsinə vuranda burada artıq iki şərt var. Əgər müsbətdirsə işarə olduğu kimi qalır, mənfidirsə işarə əksinə dəyişir. Yəni bunun doğruluğu haqqında dəqiq fikir deyə bilmirik. Yəni doğru olmaya da bilər. Bax Y-yə A böyükdür B, C kiçikdir D-dən. Deməli A B-dən böyükdür, C isə D-dən kiçikdir. A-dan C-nin çıxıb böyükdür B. Bax görək məsələn 5 böyükdür 3-dən tutaq ki. Və əlavə bir CD ədədi deyir. Tutaq ki 2 kiçikdir 7 deyək və s. İndi deyir ki A-dan C-ni çıxaq. 5-dən məsələn 2 5-dən, yəni 2 çıxıram. Necə 3 böyükdür. B-dən də D-ni çıxıram. 3-dən də çıxıram 7 -4. Hər ikisinin üstü böyük oldu. -4-dən ödədi. Doğrudur. Deməli yanlış olan D variantıdır. Səbəb də necə oldu? Şərt verməli idi. Əgər müsbətsə işarə olduğu kimi qalmalıdır, mənfidirsə dəyişməli idi. Ona görə D bəndi səhvdir. 7-də deyir ki, A müsbətdir, B mənfidir, C müsbət olarsa hansının qiyməti müsbətdir? Yerinə qoyaq. A müsbətdir, B mənfidir, C müsbətdir. Müsbəti müsbətə vuranda müsbət, mənfiyə vuranda təzədən mənfi eləyir. Bunun cavabı oldu mənfi. Bizə müsbəti istəyir getdi. A-mız müsbətdir, B-miz mənfidir. Müsbəti mənfiyə vuranda mənfi eləyir. Bu da səhvdir. C-miz BC. B-miz nədir? Mənfi. C-miz müsbətdir. C-miz müsbətdir, B-miz mənfidir. Mənfi müsbətə vuranda mənfi eləyir. Bu da getdi. D-də A-mız nə idi? Müsbət. D gəlindəydi. A-mız nə oldu dedik? Müsbət. B-miz nə oldu? Mənfi. B-miz mənfidir. Mənfinin kvadratı olduğu üçün yenə müsbət olur. C-miz isə müsbət olduğu kimi qalır. Müsbətləri də bir-birinə vuranda elə müsbət eləyir. Deməli cavab olur D variantı. Növbəti 8-ci suala baxıram. 8-ci sualda A müsbətdir, B mənfidir, C müsbətdir. Hansının qiyməti müsbət olar? Yerinə qoyaq. A müsbət, B mənfi, C müsbət. Mənfini müsbətə vuranda eləyir mənfi. Bizə müsbəti istəyir. A yenə müsbət, B mənfi. Müsbəti mənfiyə vuranda mənfi eləyir. Bu da səhvdir. A-mız müsbət, B-miz mənfidir. Mənfinin kvadratı müsbət eləyir. Müsbəti müsbətə vuranda cavab eləyir müsbət. Digərlərini elə belə yazaq. A-mız müsbət, B-miz mənfi, C-miz müsbət. Mənfini müsbətə vuranda mənfi eləyir, səhvdir. A-nın kvadratı həmişə müsbətdir. Yəni A müsbət də olsa da onsuz da, mənfi də olsa. B-miz mənfidir. Müsbəti mənfiyə yenə də mənfi eləyir. Gəldik 9-cu suala. A böyük 0, B böyük 0, C də böyük 0. Hamısı müsbətdir. Bizə deyir ki, A bölünsün mənfi 1, B bölü mənfi 3, C bölü mənfi 2 olarsa ABC-ni müqayisə edin. Belə deyək də, tutaq ki, hər hansısa bir ədəddir. Məsələn, 2 də müsbət ədəddir. Biri 5 olsun, biri 3 olsun. Hər ikisini mənfi 1-ə də bölürəm. Məsələn, mənfi 1-ə bölürəm hər ikisini. Mənfi 1-ə böləndə biz bilirik ki, bu mənfi 5, bu mənfi 3. Normalda 5 3-dən böyükdürsə, işarə dəyişəcəkdə artıq mənfi 5 kiçik olacaq mənfi 3-dən. Bu öz qaydasında. Sonra, indi demək ki, mənfiyə böləndə işarə əksinə dəyişməlidir artıq. Düz, bu ağlımızda qalsın. Sonra bir məsələ var ki, təkcə eyni bir ədədə bölmür də burada. Mənfi 1-ə bölür, bir dəfə mənfi 3-ə bölür, birində mənfi 2-yə bölür. İndi mən fikirləşim ki, mənfiyə böldüm, olsa işarələrimi dəyişdi. Sıralama dəyişdi. Və böyüyə böldümsə necə olar, kiçiyə böldümsə necə olar, onu da düşünək. Tutaq ki, məsələn, mən bu ifadələrdən birini 1-ə bölmüşəm, birini 3-ə bölmüşəm, birini 2-yə. Tutaq ki, bir əlimdə 6-dır, bir də 8-dir. 8 deməkdə elə də olsun ki, heç olmasa bölünsün. 16 ilə 64 olsun. Biri var hər ikisini, məsələn, birini 2-yə bölüm, birini 4-ə bölüm. 2-yə bölüm, 4-ə bölüm. Təbii ki, mən böyük ədədə böləndə, məsələn, 16 normalda 64-dən kiçikdir.
Məsələn, mən bunu balaca ədədə bölürəmsə, kiçik ədədə bölürəmsə, onun qiyməti böyük qalır. Yox, əgər böyük ədədə bölürəmsə, onun qiyməti kiçilir. Yəni tərs asılıdır, düzdür? İndi mən nə fikirləşməliyəm? Bu ədədlərin içinə baxmalıyam ki, hansını böyüyə bölüb, hansını kiçiyə bölüb, düzdürmü? Sıralamaya baxsam, ən balacaya böldüyü 1-dir, sonra 2-dir, sonra da 3-dür. Balacadan böyüyə doğru. Və normalda A-mız, belə deyim də, balaca ədədə böyük olduğu üçün, balaca ədədə böldüyü üçün qiyməti böyük olmalı idi. Amma mənfiyə də bölüb deyə, bir dənə də işarəni dəyişirəm, olacaq kiçik. A olacaq ən kiçikləri, sonra növbəti ən kiçiyi C olacaq, ən böyükləri olacaq B. Məsələn, bunu başqa cüncə düşünə bilərsiniz. Tutaq ki, məsələn, yenə dediyim kimi birbaşa düşünmək istəyirəmsə, fikirləşməliyəm ki, mən balaca ədədə bölürəmsə, qiymət nə qədər balaca bölümsə, qiymət bir o qədər böyük olur. Və yaxud mənfilərə böləndə isə işarə tərsinə dəyişir. Artıq mənfilərdə əksinədir. Balacaya bölürəmsə, qiymət əksinə daha da balacalaşır. Kiçilir, belə deyək. Gəldik 10-cu suala. Onda da eyni qaydadır. Deməli, A mənfidir, B mənfidir, C də mənfidir. İndi görək burada hansı olacaq. Yenə mənfiləri müqayisə edib baxıram ki, hansında balacaya bölüb. Məsələn, -2-ni, sonra -3, sonra -5 sıralama belə gedir də, düzdür? A, C, B. Amma bayaqçının tam əksi olacaq yenə də. Çünki bu dəfə A-nın özü də mənfidir. Məsələn, mənfidirsə artıq mənfilər ixtisar gedəcək, müsbət bir qiymət qalacaq. Artıq ilk dediyimiz qayda, yəni balacaya bölürəmsə qiymət böyüyür şərti ödənməlidir. Onda deməli görək ən kiçikləri aralarında hansıdır? Ən kiçikləri belə çıxır ki, ən böyük ədədə böldükləridir. Yəni B olacaq, çünki ən böyük 5-ə bölünüb. Yəni mənfini nəzərə almırıq təbii ki, modullarına baxırıq. 5-ə bölüb, sonra 3-ə bölüb, sonra da 2-yə bölüb. Demək ki, B, C, A olacaq sıralama. Olur B variantı. Gəldik 11-ə. Bizə deyir ki, A üstə gəl B bərabərdir 3 olarsa, -7 kiçikdir, B kiçikdir 7 olarsa, A-nı qiymətləndirin. Deməli, A-nı taparam buradan. A bərabərdir 3 çıxılsın B yazaram. Gətirib yerinə qoyacam. Amma təbii ki, 3-dən birbaşa B-ni çıxa bilmərəm. Bunu toplama ilə mütləq əvəz eləməliyəm. Bunun yerinə 3 də gəlsin, -B yazaram. Gətirib yerinə qoyacam. Birinci nəyi tapmalıyam? -B-ni. Hər tərəfi mənfiyə vuracam. Olacaq müsbət 7 kiçikdir, -B. Kiçikdir, -7. Təbii ki, işarəni olduğu kimi saxlaya bilmərəm. Kiçikdir yazılıbsa, mütləq işarə əksinə dəyişməlidir. Nəyə görə? Çünki mənfiyə vuranda, böləndə işarə əksinə dəyişir. Bunu tapdıq. Və hər tərəfin üzərinə 3 əlavə eləməliyəm. Üzərinə 3 əlavə edək. Nə alacam? 3 üstə 7 gəlirəm. 10 böyükdür, -B üstə gəl 3. Böyükdür, -7. Üstə gəl 3, -4. Deməli, bu -5 üstə gəl A-nın qiyməti idi. Axı biz A-nı əvəz eləmişdik. Belə çıxır ki, A -4 ilə 10 aralığında qiymətlər alır. Cavab olur C variantı. Gəldik 12-ci suala. Yenə də A çıx B bərabər 4 olarsa, -5 kiçikdir, A kiçikdir 5 ifadəsində B-ni qiymətləndirin bizdən istəyir. Yenə də B-ni əvəz edərəm. B bərabər nəyə? B-ni keçirirəm bu tərəfə, 4-ü gətirirəm bu tərəfə. Olacaq A çıxılsın 4-ə. Və A-dan 4 çıxmalıyam. Hər tərəfindən deməli 4 çıxacam. Bu dəfə daha sadə. Hər tərəfdən 4 çıxıram birbaşa. -5-dən 4 çıxanda -9 eləyir. A çıx 4-ə dəymirəm. 5-dən 4 çıxanda 1 eləyir. Deməli A çıx 4-də 1-əm B-nin qiymətidir. Yerinə B yazıram. -9-dan 1 aralığında qiymət alır. Deməli cavab olur A variantı. Gəldik 13-cü suala. 13-cü sualda nə istəyir? 2 kiçikdir, x kiçikdir 3 olarsa, 4 kiçikdir 2y kiçikdir 8 olarsa, x üstə gəlsin y cəmini qiymətləndirin deyir. Baxaq, bizə deməli x-in qiymətini verib özü. Bəs y-in qiyməti yoxdur axı. Hər tərəfi onda 2-yə bölüm ki, y-in qiymətlərini tapa bilim. 4-ü 2-yə böldüm elədi 2. 2y böldüm 2-yə elədi y. 8-i 2-yə böldüm elədi 4. Deməli, y 2 və 4 aralığında qiymət alır. X-in qiyməti bəllidir bizə. 2 kiçikdir, x kiçikdir 3 olarsa, x-lə y-in cəmini alt-alta toplayıram. 2 ilə 2 4 edir. X üstə gəl y. 3-lə 4-ün cəmi də 7. Deməli, 4 və 7 aralığında qiymət alır. Cavab olur C bəndi.
Gəldi 14-cü suala. Deyir ki, yenə x üstəgəl y qiymətini hesablayın deyir. 3 yazaq buradan. Kiçikdir 3x, kiçikdir 6. Kiçikdir 6, sonra 3, kiçikdir y, kiçikdir 5 olarsa x üstəgəl y hesablayın. Yenə də x yoxdur əlimizdə. Yəni yoxdur deyəndə 3x ilə verib biz x-i tapmalıyıq. Hər tərəfi 3-ə bölək gərək. 3-ü 3-ə bölürəm 1, 3-ü 3-ə böldüm x, 6-ı 3-ə böldüm 2. Bu belə. Y-in də qiyməti 3 kiçikdir, y kiçikdir 5, 6 6 toplasam 4 kiçikdir, x üstəgəl y kiçikdir 7. Deməli, yenə də 4 və 7 aralığında qiymət alır B variantı. Bu oldu 14-cü sual. Gəldik 15-ci suala. Görək burada nə istəyir. Neçə sualdır, baxaq. 23 sualdır. 14 yazdıq, gəldik 15-ə. Deməli, 15-ci sualda nə istəyir bizdən? Bunu da belə deyək. AB-miz deyir ki, mənfi olarsa, A çıx B-miz mənfi olarsa, BC bərabər 0-dır. ABC-lərini müqayisə edin. Nəyə baxaq? Əvvəlcə baxıram ki, BC 0-dır. Deməli, B 0-dır ya da C 0-dır. İkisindən biri mütləq 0 olmalıdır ki, A-sı 0 eləsin. Mən də AB-ni də burada yuxarıda mənfi yazıb baxaq. Baxıram, ikisində də ortaq B var. Necə ola bilər ki, B 0 olsa, yuxarıda A-nı B-yə vuranda 0 eləməsin, mənfi eləsin? Mümkün deyil. Demək ki, B 0 deyilmiş. 0 olan C-miş. C-nin qiymətini tapdıq ki, 0-a bərabərdir. C 0-dırsa, gətir bindi yuxarıda yerinə qoyacam. Deməli, nəyi qoyacam yerinə? B istənilən bir ədəddir, 0-dan fərqli bir ədəddir. Və A ilə B-nin hasilində verib ki, mənfidir, düzdür? Və A-dan da B-nin çıxıb cavab yenə mənfi tapıb. Mənfi olmağı üçün 2 dənə ya müsbətə də olmalı. Daha doğrusu biri müsbət, biri mənfi olmalıdır ki, hasilini mənfi eləsin. Və yaxud tərsinə də ola bilər. A mənfi, B müsbət ola bilər. Bəs görək hansı halda A-dan B-ni çıxanda mənfi edir, onu yoxlayaq. Məsələn, A-ya müsbət desəm, 3 desəm, B-yə də mənfi 2 desəm. A-dan B-ni çıxmağa çalışıram. 3-dən çıxaram mənfi 2-ni. Görürəm müsbət edir. Mənfi şərtini ödəmir. Demək, birinci hal doğru deyil. Onda ikinci hal doğruymuş. Yəni A mənfi oldu, bu qayda doğru oldu. Yəni A-mız mənfi olur, B-miz müsbət olur. Salam, demək olar ki, hər birini tapdıq. Qaldı müqayisə eləmək. Aralarında ən kiçiyi hansıdır? Təbii ki, mənfi olacaq. Yəni A olacaq. Sonra kiçikdir 0 olacaq, yəni C. Sonra da təbii ki, ən böyüyü müsbət olacaq, yəni B olacaq. A, C, B sıralaması. A bəndində verilib. Gəldik 16-cı suala. 16-da da yenə eyni yazıram. A, B kiçikdir 0-dır. Birinci BC-ni yazaq, bərabər 0, sonra A çıx B-də böyüdür 0, müsbət verib bu dəfə. Yenə də B-lər ortaqdır, deməli B-lərim 0 ola bilməz, C 0 imiş. C-nin qiyməti müəyyənləşdim ki, 0-dır. C 0-dırsa, yenə AB hasili mənfidir, yenə biri mənfi, biri müsbətdir və yaxud B mənfi, A müsbət ikisindən biridir. Gətirib yerinə qoyaq. Bu dəfə fərqi istəyir ki, müsbət olsun. Bu dəfə digərinin əksi olacaqdır. Bu dəfə A-nı müsbət götürüm, 5 götürüm. Yenə çıx, mənfi 3 götürüm. 2 dənə mənfi yenə toplamaya çevrilir. 5 üstə gəlir, 8 müsbət edir. Həqiqətən bizim şərti ödəyir. Demək ki, A-mız bu, B-miz bu. Yəni A müsbət olmalıdır bu dəfə. B-miz isə yazıram, kiçikdir 0, mənfi olmalıdır. Yenə deyir ki, düzün onda sıralaması görək necə olar müqayisə edəsək. Ən kiçik təbii ki, mənfi olacaq, B olacaq, sonra C olacaq, sonra da A olacaq. Yəni B kiçik C-dən, kiçikdir A-dan. B, C, A sıralaması Y bəndi. Keçdik 17-yə. A kiçikdir 2-də 1 verilib, B kiçikdir mənfi 3-də 1, C böyüdür 4-də 1 olarsa, A üstə gəl B çıxılsın, C üçün hansı münasibət doğrudur? Başlayaq A ilə B-ni birinci cəmini tapaq. A yazıram, üstə gəlsin B. Hər ikisi işarələri eynidir, rahat toplaya bilərik əvvəlcə. Kiçik olacaq 2-də 1, üstə gəlsin mənfi 3-də 1-dən deməli. Bunların cəmi belə. İndi ortaq məxrəci gətirəm. Bunun hər tərəfini 3-ə vururam. Bunun hər tərəfini 2-ə vuracam. Olacaq 6-da, A üstə gəl B-yə dəyməyək. 6-da 3 üzərinə gəlsin. Mənfi 6-da 2. O da eləyəcək 6-da 3-dən 2 çıxanda 1.
A üstə gəl B kiçikdir altta birdən. Deməli, qaldı bir dənə C-ni tapmaq. Bizə nə deyir ki, A ilə B-nin cəmindən C-ni çıxın. Bu C-ni çıxın biz demişdik axı birbaşa çıxa bilmərik. Gərək A üstə gəl B-nin çıx C-nin yerinə üzərinə gəlinsin mənfi C yazaq. Bunun üçün də bizə mənfi C-ni tapmaq lazımdır əvvəlcə. Onu da tapaq. Mənfi C də bərabər nəyə? C-nin özü axı bilirəm ki, böyükdür 4də 1-dən. Hər tərəfi mənfiyə vurum da, belə deyək. Hər tərəfi mənfiyə vursam, olacaq mənfi C. 4də 1 də olacaq mənfi 4də 1. İşarə də ikisinə dəyişəcək. Kiçikdir mənfi 4də 1. İndi A ilə B-nin cəmini tapmışdım. Deməli, altda 1-dən kiçikdir. C-ni də tapdım ki, mənfi 4də 1-dən kiçikdir. Bunları da cəmləyəcəm. Olacaq nə? A üstə gəl B-nin üzərinə gəlirəm. Yazaq buradan. A üstə gəl B üzərinə gəl mənfi C bərabərdir. Altda 1 üzərinə gəl mənfi 4də 1. Onu da ortaq məxrəcə gətirsəm 12-yə gətirə bilərəm. Bunu hər tərəfini 3-ə vuraq. 2-yə vuraq. Olacaq 12-də 2 üzərinə gəlsin mənfi 12-də 3. O da bərabərdir. 12-də mənfi 1. Belə. İşarəmiz də dəyişməyək. Bura bərabər yox. Kiçik vermişdir. Kiçikdir yazaq. A üstə gəl B üstə gəl mənfi C. Kiçikdir mənfi 12-də 1-dən. Görək hansı varianta uyğundur. B bəndinə uyğun olur. Belə. Keçdik 18-ci suala. 18-də nə istəyir? A çıx B üstə gəl. C üçün deyir hansı münasibət doğrudur. Başlayıram yenə. A-dan B-ni çıxma. A çıx B-nin yerinə mən A üstə gəlsin mənfi B yaza bilərəm əvvəlcə. Birinci bunu hesablayaq. Dəqiqə mən bunu düzəldim. Deməli. Ki biraz daha səliqəli yazaq. Ki səliqəsiz olmasın. 18-də. Deməli, A-nı verib ki, böyüdür 3-də 2-dən. Bizə nə lazım idi? A üstə gəlsin, mənfi B lazım idi və üstə gəl C-də olduğu kimi. A-nı bilirəm, mənfi B-ni tapaq əsas. B-ni verib axı B kiçikdir, mənfi 2də 1-dən. Hər tərəfini mənfiyə vursam, olacaq mənfi B. İşarə dəyişəcək, böyükdür. Mənfi 2də 1-də mənfiyə vuranda müsbət 2də 1. C-ni də olduğu kimi verib də elə C böyükdür, mənfi 5-də 4-dən. Bizdən də ABC-nin cəmini istəyir. Cəmini taparam. Elə alt-alta toplasam olacaq A üstə gəlsin mənfi B, üstə gəlsin C böyükdür. 3-də 2, üstə gəlsin 2də 1, üstə gəlsin mənfi 5-də 4 eləyəcək. Ortaq məxrəci gətirək. Deməli, 6-ya gətirim, bu ikisini 6-ya gətirim, bu da 5-də gətirmək üçün 30-a gətirək. 30-a gətirmək üçün bunun hər tərəfini 10-a vuracam. Bunun hər tərəfini 30-a gətirəm, 15-ə vuracam. Bunun hər tərəfini 6-ya vuraq görək. Nə alırıq? Deməli, A çıxılsın, B üstə gələcək. Yəni, bu ifadənin qiyməti 30-da 20 üstə gəl, 30-da 15 çıx, 30-da 4 dəfə 6, 24. Bunları da hesablayaq. 30-da 20 üstə gəl 15, 35. 35-dən də 24-ü çıxaq. Bunu da köçürüm. A çıx B üstə gələcək. O da eləyəcək 30-da deməli 11 qalır. Burada yazıram. A çıx B üstə gələcək böyükdür. Görək hansı variantı uyğundur. 30-da 11 tapdıq və A çıx B üstə gələcək böyükdür. Yəni D variantı olur. Gəldik 19-cu suala. Görək 19-da nə istəyir bizdən? Deyir ki, A-nın qiymətini verib, B-nin qiymətini verib, bizdən istədiyi nədir? A bölünsün B çıx 7-nin üzərinə gəlirəm 5 çıxılsın A bölünsün B-ni. İfadəni sadələşdirin deyir. Başlayaq deməli sadələşdirək. Amma əvvəlcə bizə A böl B-nin qiyməti lazımdır. A böl B-nin qiymətini hesablayaq görək ki, 7 və 5-lə müqayisə edə bilək. Təbii ki, A böl B-ni biz tapmaq üçün A-nı vurmalıyıq 1 bölünsün B-yə. Bunun üçün də bizə 1 böl B lazımdır. 1 böl B-də hər tərəf B-nin qiymətinin hər tərəfini 1-ə böləcəm. 1-i altda 1-ə böləndə tərsi eləyəcək elə 6. İşarə dəyişəcək demişdik 1-ə böləndə. 1 böl B böyükdür. 1 böl 4-ün də tərsi elə 4 edir. 6-dan 4 aralığına düşdü. A-mızı da bilirik ki, 2 ilə 3-dür. Altından da yazaq. A deməli
Belə, bir də 3 aralığında. Bunların istəyirəm hasilini tapım, amma yerini dəyişmə məcburiyyətindəyəm ki, işarə dəyişə bilim. Onda belə olsun. 4, 6 belə yazaq. İşarəni də dəyişək. 1 böl B. Burada 2 ilə 3 isə dəymirəm. 6, 6 hasillərini tapsam 4 və 2, 8. Bu da elə A böl B eləyir. 6-nı çevirəm 18. 8 və 18 aralığına düşür. Deməli, A böl B aralığını tapdıq. Həmin aralıqda götürmüş hər hansı bir ədəddən 7-ni çıxanda bu qiymət müsbət eləyər, mənfi eləyər. Məsələn, 9 götürək. Nə istəyirəm götürə bilərəm. Misal üçün 9 götürürəm. 9-dan 7 çıxanı müsbət eləyir. Demək ki, bu ifadənin cavabı müsbət oldu. Bəs 5 çıxılsın A böl B. Yəni 5 bu aralıqdan götürülmüş bir ədəd, məsələn 10 götür, 9 götür. 5-dən çıxanda mənfi edir, 5-dən 9 çıxanda bu eləyəcək mənfi. Deməli biz moduldan çıxaranda nə edirdik? Birinci müsbət olanda olduğu kimi çıxırdı. Yazırdım ki, A böl B çıx 7 olduğu kimi qalır. Üstəgəl mənfi olanda isə əksi çıxır qarşıya. Yəni bunun əksi də 5 çıx A böl B-nin əksi nə olacaq? A böl B çıx 5 olacaq. Bərabərdir. Bunu da sadələşdirsək. Baxaq görə nə alırıq. Mötərizə ata bilərik artıq. Çünki qarşısının işarə müsbətdir. A böl B-dən 2 dənə eyni olduğu üçün 2 vurulsun A böl B yazaram. Mənfi 7-dən də 5 çıxanda eləyəcək mənfi 12. Cavab olur 2A böl B çıx 12 eləyir B variantı. Gəldik 20-ci suala. Aha, bunu tapdıq. Gəldik 20-yə. K-nın hansıdır ən böyük tam qiymətində aralıqların kəsişməsi daxil olan tam ədədlərin sayı 4 olar deyir. Aha. Başlayaq yenə sadələşdirməyə. Əvvəlcə bizə verib K kvadrat çıx 8K üstəgə 24 mənfi sonsuzluqdan. Deməli, intervalda çəkəm. Tutaq ki, burada da həmin qiymət K kvadrat çıx 8K üstəgə 24 misal üçün deyirəm buradır. Aha. İndi deyir ki, mənfi sonsuzluqdan bu araya qədər, bura qədər. Bir də deyir ki, 4-dən də müsbət sonsuzluğa. 4-dən də müsbət sonsuzluğa, deməli, hara ola bilər ona baxaq. Bura olsa əgər 4-dən müsbət sonsuzluğa belə olacaq, kəsişməsi bu araya düşəcək. Və yaxud deyir ki, tam ədədlərin sayı 4 olsun deyir. Aha. Və yaxud tərsinə də yeri dəyişilə bilər. Belə də ola bilərdi. K kvadrat çıx 8K üstəgə 24 burada olardı. 4 də burada olardı. Mənim sonsuzluqdan bura qədər 4-dən də müsbət sonsuzluğa bunların heç kəsişməsi olmayacaqdı. Üst-üstə düşməyəcəkdi. Bu hal deməli doğru deyil. Belə. İndi gəlin baxaq. Nə edə bilərəm? Bəs deyir ki, 4 dənə həlli var da. 4 dənə həlli varsa onda mən nə etməliyəm? Belə yazmalıyam. Deməli, bu 4-dən sonra bu kəsişməyə düşən ədədlər hansı ədədlər ola bilər? Deməli, 5 ola bilər, 6 ola bilər, 7 ola bilər, 8 ola bilər. 4 dənəsi oldu da, düzdür? Bəs bunlar daxil olanlardır. Bəs növbəti ədəd deməli 9-un özüymüş. 4 ilə 9-un özü daxil deyil axı. 4-ü qeyd eləmişik, 9-u qeyd eləmirik. Yəni bu K kvadrat çıx 8K üstəgə 24 sən demə 9 olmalıdır ki, ortada kəsişməyə 5, 6, 7, 8 ədədləri qalmış olsun. Buradan artıq bizə aydın olur ki, K kvadratı çıx 8K üstəgə 24 bərabər olmalıdır nəyə? Deməli 9-a. Bu belə. Bunu sadələşdirək. K kvadrat çıx 8K üstəgə 24 çıx 9 bərabər 0-a. Adi kvadrat tənliyi təll edəcəyik. K kvadrat çıx 8K üstəgə 24-dən 9-u çıxarıq 15 edir, bərabər 0-a. Bunu vietlə də tapa bilərik. Hasili 15 olsun, cəmi 8 olsun. Hasili 15 3-dən 5 ola bilər. Deməli, K-nın qiyməti 3 və 5 ola bilər. Bizdən deyir ki, K-nın hansı ən böyük qiymətində? Təbii ki, ən böyük istədiyi üçün 3 və 5-in ən böyük 5-i götürəcəm. Cavab olur 5. Gəldik 21-ci sual. Növbəti 21-ci sualda deyir ki, n böyükdür 3 olarsa, n böyükdür 5 olarsa və k-nın birdən kiçik olarsa ifadənin ən kiçik tam qiymətini tapın. Aha, bizdən istəyir ki, 3n üstəgəl 5n çıxılsın 2k-nın elə eləməliyik ki, ən böyük qiyməti olsun. Birinci baxaq görək. Məsələn, m-in özünə və n-in özünə elə eləməliyim ki, ən kiçik qiymətlər qoyum da minimal qiymətlər. Və təbii ki, yerinə də qoyub aça bilərəm. M-i verib baxı 3-dən böyükdür bizə. Hər tərəfini 3-ə vuracam, olacaq 3m
böyükdür. 3-3-ə vuracam 9-dan. Bir bu. Sonra 5n deyir, hər tərəfini 5-ə vuraq. N deyir, böyükdür 5-dən. 5-ə vursam 5n, böyükdür 5-də 5-in 25-dən. Sonra -2k deyirsə, hər tərəfini -2-yə vuracam. K-nın, görək K-mız neçədir? Yəni, bunu niyə -2 deyirəm vuraq? Çünki demişdik, mənfini toplama kimi yazaraq. 3n üstə gəl 5n, üstə gəl -2k kimi yazarıq. Bu belə. İndi bunu tapaq, -2k-nı tapaq. K-mız kiçikdir 11-dən. Hər tərəf -2-yə vuram, olur -2k. Və işarə dəyişir, təbii ki, böyükdür. -22 olur. İndi bunları toplayaq, görək nə alırıq. Cəmli istəyir də bizdən. 3m-dən elə 5n-i toplayaq hazır. Bir də -2k-nı da toplaya bilərik. İşarələr də onsuz da üst-üstə düşür. Toplasam nə alacam burada? 3m üstə gəl 5n sıx 2k böyükdür. 9 ilə 25-in cəmi eləyəcək. Deməli, 34. 34-dən 22-ni çıxaram. 12 eləyir. Bu tərəfdə oldu. Böyükdə 12-dən. 12-dən də böyük qiymətlərin içərisində ən kiçiyi təbii ki 13-ün özüdür. 22-yə də baxaq. Eyni sualdır. Eyni tipdir. Yenə 4m deyir. Hər tərəf 4-ə vururam. 4m böyükdür. 4-ü 3-ə vurdum. 12 elədi. Bu m-i 4-ə vurdum hər tərəfini. Sonra çıx 5n deyirsə mənə -5n lazımdır. Hər tərəfi -5-ə vursam işarə əksinə dəyişəcək. Böyükdür. -5-i 5-ə vuram. -25 eləyir. Gəldik 3k-ya. Hər tərəfini 3-ə vururam. Olur 3k böyükdür 33-dən. Məsələn, cəmini tapaq. 4m çıx 5n. Üstə gəl 3k. Böyükdür. Deməli, 12-də -25-in cəmi birinci. 25-dən 12-ni çıxaq. 13 eləyir, -13. -13-ün üzərinə 33 gələndə 33-dən yenə 13-ü çıxaram. 20 eləyir, o da müsbət 20. Və bizdən də yenə ən kiçik tam qiymət istədiyi üçün 20-dən böyük ədədlərin içində 21 var, 22 var. Ən kiçik təbii ki 21 olacaq. Gəldik 23-cü suala. 23-də nə istəyir? N böyük bərabərdir 3-dür. 2n üstə gəl m bərabərdir 15 olarsa, m-in mümkün olan ən böyük qiymətini tapın deyir. M istəyir də məndən, düzdür. Mən m-i taparam buradan. M nəyə bərabərdir? 15 çıxılsın 2n-ə bərabərdir. Bu qaydada və bunu da toplama kimi yazsam 15 üstə gəl -2n formasına yaza bilərəm. N-in də qiymətini artıq bilirəm, verib özü bizə. Hər tərəfi deməli -2-yə vurmalıyam. Olur -2n. Kiçik bərabərdir. İşarə dəyişir. Olur -6. Bunu tapdım. İndi 15 gəlməliyik üzərinə. 15 gəlsək, üzərinə gəlirəm 15. Bu -2n üstə gəl 15 yazım belə. Bu artıq bizə m-in qiymətini verir. Kiçik bərabərdir. 15 -6 üzərinə gəl 15. O da deyir 15-dən 6 çıxanda 9. Deməli m 9-dan kiçik bərabərlərdir. Bunların içindədir ən böyüyü təbii ki 9-un özü olacaq. Bu da belə. Növbəti istənilən izahı növbəti videoda gələcək. Bu birinci bölmənin izahı idi.